Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Adətən belə bir ifadələr səslənir və bugünkü mövzumuz da olsun. Deyilir, kişilər daha çox xəyanət edir, qadınlar az. Əslində belə deyim sizə, şərəfsizlik çox bəz qeyri-etik səslənsə də kişiyə qadına baxmır. Edən edir. Bəzən hətta bəzi ailələrdə elə bir tipdə əxlaqsızlıq formasına olan gəlinlər var ki, heç yoldaşının xəbəri olmadan da mini hoqqalar çıxardır. Yaxud tərsinəsi, elə bir dırnaqarası kişilər var, onlar kişi də deyilmir, kişi daha onların adına yaraşır. Elələri var ki, qadınların xəbəri olmadan, halbuki o yazıq bəlkə də ona yaxşı görünsün deyənə nələr planlayır, imkanının zəif olduğu təqdirdə. Və nəticə etibarı ilə də insanlar hər zaman daimi olaraq yaxşı olduğu şeyə pis olmağı xoşlayırlar. Məsələn, birinə münasibət tərəfindən pis davranırsan, o sanki daha çox yaxşılaşmağa başlayır. Elə bir növ, bir məsələ var, deyir, sizə öhdə göstərmək kimisindən. Və sonra da, zaman keçdikdən sonra da yaxşılaşmaq belə görürsünüz ki, 1-5 artır. Amma həmin pis reaksiyaya qarşı, pis reaksiya göstərmək yerinə yaxşı reaksiya göstəriləndə daha çox harınlaşma prinsipi yaranır və arxayınçılıq yaranır. Deməli, bir qeyri-etik çıxsa da, yaxud pis çıxsa da belə bir ifadə var. Deyilir ki, sən loxsan, səni minib tapacam. Budur. Busan da sən artıq başqa reaksiya göstərə bilmirsən, sən qorxaqsan. Amma bilinmir ki, qarşının tərəfi hörmətli, sən hörmətsiz adamsan. Çünki hisslərindən yaxud düşüncələrindən sui-istifadə edilməkdir bu, açıq-aşkar. Zaten bu kimi insanlarla münasibətə diqqətli olun. Hətta bu kimi bir növ xəyanəti tutsa heç zaman yola verməyin, çünki onun sonu olmur. 1, 2, 3 gəlir. Başqaları deyir, uşaqları var, belədir, xeyr. Uşaqları var deyənə, o da mı qürurunu itirib, qürursuz olacaq? Xeyr. Hər insanın ən azından düşündüyü bir yeri var. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yazа bilərsiniz, yaxud şərh bölməsinə fikirlərinizi bölüşə bilərsiniz. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Hal-hazırda seansın qiyməti ödənişi bugünkü tarixdən may ayının 1-nə qədər 20 AZN təşkil edir. Sonradan qiymətdə təbii ki, hər seansın fərqli qiymətləri var. 20, 30, 50 manat, yəni civarlarında dəyişir. Bu qədər.